QHT Agentliyinin pavilyonunda müzakirə olunan məsələlər, xüsusən də burada urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllülüyün rolu məsələləri müzakirə olunur. Daha detallı məlumatları almaq üçün biz əməkdaşımız Rəqsanə İbrahimzadəyə bağlanırıq. Rəqsanə, səni salamlayıram və istərdim ki, daha detallı məlumatları sən çatdırasan. Salam, hər vaxtınız xeyir olsun. Bəli, Dünya Şəhər Salma Forumunun 3-cü günü artıq öz işinə başlayıb. Səhər saatlardan etibarən müxtəlif istiqamətlərdə tədbirlər keçirilir və Urban Expo mərkəzdə elə pavilyonlarda, yaradılan pavilyonlarda müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Onlardan biri də qeyri-hökumət təşkilatlarının pavilyonunda keçirilir ki, həmin mövzuda urbanizasiyada asan könüllülərinin rolu, yəni asan modeli, dövlət xidmətlərində asan könüllülərin rolu nədən ibarətdir? Bu istiqamətdə tədbir keçirilib. Keçirilən tədbirlə bağlı az əvvəl gəlin tədbir başa çatdı, amma daha təfərrüatlı informasiyaları hazırda ilə qonağım Asan Könülləri Təşkilatının sədri Aysiman Quliyevadan əldə edəcəyik. Xoş gördük Aysiman xanım. Buyurun, keçirilən tədbirlə bağlı eyni zamanda urbanizasiyada asan modeli nədən ibarətdir, necə tətbiq olunur, olunacaq eyni zamanda bununla bağlı detalları eşidək. Asan Könülləri Təşkilatı tərəfindən Ümumi Dünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllülük rolu ətrafında panel görüş həyata keçirilib. Spiker olaraq bizim xarici qonağımız da olub, həm də ki yerli qonaq da iştirak edib. Xarici qonaq BMT Könüllülər Proqramından Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi olan Zarin Emir Abdullayevadır və yerli qonaqlarımız da olub. Panel çərçivəsində ölkə daxilində və dünya daxilində urbanizasiya sistemində və urbanizasiya prosesində könüllülüyün və dövlət xidmətlərinin rolu haqqında danışılıb. Asan xidmətin urbanizasiyaya verdiyi töhfələr haqqında müzakirələr aparılıb, asan müraciət proqramı haqqında danışılıb və asan həyat kompleksləri haqqında da sözlər olub. Daha sonra isə Ümumi Asan Könüllüləri Təşkilatı çərçivəsində keçirilən layihələr haqqında məlumat verilib və Azərbaycan gənclərinin həm ölkənin həyatı haqqında, həm ölkənin həyatı daxilində, həm də ki, ümumi öz gələcəkləri üçün addım ataraq ən gənc yaşlardan könüllü fəaliyyətlərinə qoşulduğu da vurğulanıb. Təşəkkürlər. Təşəkkür edirəm informasiyaları ətraflı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə biz hazırda Urban Expo mərkəzdəyik və burada müxtəlif pavilyonlar yaradılıb ki, həmin pavilyonlarda da elə urbanizasiya ilə, şəhərsalma ilə bağlı məsələlər müzakirə edilib və həmin istiqamətlərdən biri də urbanizasiyada asan modeli idi ki, onunla bağlı da elə qonağın vasitəsilə informasiya əldə etdik. Həmçinin gənclərin şəhərsalmada eyni zamanda yəni asan modelin tətbiq olunmasındakı rolu ilə bağlı da məsələlər müzakirə edirik. Bilirik ki, ölkəmizin gəncləri ilə 44 günlük vətən müharibəsində ümumiyyətlə torpaqlarımızın azad olunmasında və paralel olaraq bir sıra işlərin görülməsində də böyük rol oynayıblar. Elə həmin istiqamətlərdən biri də asan modelinin tətbiq olunması, şəhərsalma ilə bağlı, yaşıl enerji, ağıllı kənd layihələri bu istiqamətdə məsələlərin müzakirə edilməsidir ki, bu istiqamətdə də elə hazırda keçirilən tədbirdə detallı şəkildə müzakirələr aparıldı. Həm xarici, həm də yerli qonaqlar vasitəsilə informasiyalar təqdim olundu. Biz